Mən Novruzova Samirə Aydın qızı, Xocalı rayonu Daşbulaq kənd sakini. Cənab Prezident, xanımım, müraciətim sizədir. Allah sizdən razı olsun. Allah sizə can sağlığı versin. Həmişə var olasınız. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Siz yenidən bizi torpaqlarımıza qaytardınız. Yenidən yerimizə, yurdumuza gəldik. Amma biz evlərdə belə təmiri gözləmirdik. Baxın, divarlar kif atır. Baxın, divarlar kif atır. Mebelin içi kif atır. Yəni, kuxnanın divarı o qədər düzgün təmir olunmayıb ki, baxın. Baxın kifə. Bax, kifdir. Bax, hamısı kifdir. Baxın, evlər o qədər soyuqdur. O qədər soyuqdur evlər ki, mən məcbur olmuşam, İran peçi qoymuşam. Yəni, oğlumun 2 ayağı, ikisi də dəmirdə. Beynində 2 yerdə kista. Yoldaşım 2-ci qrup əlil. Dəfələrlə dönə-dönə xahiş eləmişəm, müraciət eləmişəm. Nümayəndəliyə də, bir ana kimi, bir qadın kimi. Ki, gəlib, bax, bu balkonumuzu bağlasınlar. Bax, korobkalarda şeylərim hamısı qalıb ortalıqda. Xahiş elədim, yalvardım, yaxardım. Ki, bu balkonu gəlin bağlayın ki, evlər isinsin. Çünki mən oğlumun o vəziyyətinə dözə bilmirəm. Heç dözə bilmirəm. Çünki o soyuqda heç cürə mən onun ayaqlarını isidə bilmirəm. Söküntünü söküblər. Bax, daşlar həyətdə. Daşları çıxartmayıblar həyətdən. Bax, mən, yoldaşım 2-ci qrup əlil. Oğlumun ayaqları dəmirdə. Mən ancaq təqaüdlə evi dolandırıram. Mən bu daşları, hansı fəhləni görüm ki, bu daşları mənim üçün çıxartsın. Bax, söküntünü buradan ediblər. Torpaq da qalıb betonsuz. Betonu heç axıra kimi də salmayıblar. Buranın hasarı yox idi, cənab prezident. Dəfələrlə dönə-dönə müraciət elədik, hasar çəkmədilər. Getdik yoldaşımla öz hesabımıza hasarı çəkdik. Etibar müəllim gəldi, sağ olsun, gördü hasar çəkmişik. Şirkətə göstəriş verdi ki, hasar kraskalansın. Amma 3 ayda Etibar müəllimin göstərişinə baxmayaraq hasarımız hələ də kraskalanmayıb. Cənab prezident, bax, lambirin vurublar, lambirin sökülür, tökülür. Bax, evin qızmamağının, yəni isinməməyinin səbəblərindən biri də, baxın, örtülməyib. Evin qırağı örtülməyib. Piləkən qoyublar, daha doğrusu biz xahiş elədik nümayəndəlikdən, piləkən qoydurduq. Piləkən yox idi burada. Bax, mərmərinin metlağını vurmayıblar. Xahiş elədim, yalvardım ki, mənim yoldaşım əlildir, eləyə bilmir. Bax, şifir yarımçılıq buradan. Külək atıb, onu düzəltməyiblər. Piləkəni qoydurduq, amma üstünü örtmədilər. Baxın, yəni profnasılla üstü örtülməlidir, örtmədilər. Yəni yağış, qar, şaxta o piləkənlə çıxıb düşmək çox çətin olur. Cənab prezident, bax, bu aşağı evlərdir. Bax, pəncərələr qoyulub, açılmır pəncərə. Bax, pəncərələri biz aça bilmirik. Baxın, bütün hamısı əşyalarım ortalıqdadır. Mən bu evə yığışa bilmirəm. Mebellərim hamısı açıqdır. Mən bu mebelləri qura bilmirəm. Hamısı. Qapıya baxın. Dəfələrlə dönə-dönə müraciət eləmişik ki, qapıya bir şüşə qoyun, bir zamok qoyun. Heç nə eləmirlər. Bax, mebellərim zadım hamısı ortalıqdadır. Bax, bu aşağının təmiri. Bax, yoxdur, təmir yoxdur. Divarlar sıvanmayıb. Baxın, lambirin vurulmayıb. Baxın, bu aşağının təmiridir. Sıvaq vurulmayıb. Lambirinlər vurulmayıb. Baxın, fortuçka, setka. Yəni, fortuçkalar qoyulmayıb. O setkanı mən ancaq taxta ilə, dəmirlə bağlayıram ki, içəriyə soyuq gəlməsin. Çünki bu içəriyə gələn soyuq hamısı qalxır yuxarıya. Baxın, hər yer açıq, sıvanmayıb, ağardılmayıb. Baxın, qapılar dəyişilməyib. Bax, bir dənə də fortuçka buradadır. Divarlara yoldaşım süpürgə ilə
Yəni sıvanmayıb, divar sıvanmayıb. Sadəcə süpürgə ilə elə əhənglə, süpürgə ilə çırpıb əhəngi ki, biraz heç olmasa dezinfeksiya olunsun. Buna baxmayaraq yenə də qurd, quş, yəni ki, bax belə bir qurdlar çıxır. Bax, o qədər ki, yəni sıvaq vurulmayıb, dezinfeksiya olunmayıb, əhəng çəkilməyib. Ona görə bax belə bir qurdlar çıxır və həmin o qurdlar hamısı qalxır evə. Cənab prezident, çox xahiş edirəm sizdən. Xanımım, evladının ayaqlarında dəmir olan, beynində kist olan ana kimi xahiş edirəm. Yoldaşı ikinci qrup əlil olan qadın kimi xahiş edirəm. Mənə köməklik eləyəsiniz. Bax, bax belənciklə, bax o fortuçkalardır. Bax belənciklə tuturuq, baxın, dəmir setkadır, o da deşidir. İlan, çilan, kərtənkələ, qurd, quş. Bax bir də bax belənciklə. Bax qoyuruq ki, içəriyə heç nə keçməsin. Bax, bax belə. Yəni ora gəlib bir fortuçka qoymurlar ki, elə bağlayaq ki, içəriyə soyuq keçməsin.